Kameralarda. Kızlar, mənim tərzimdə bir dənə qəşəng çanta tapmışam. Calvin Klein'dan. Mən çox bəyənirəm də yekə belə çantaları. Bu çantanın qiyməti neçəyə? Hə, 260 manata. Kızlar, bir də bu firmanın çantası da çox qəşəngdir. Mən bunu birincisi yekə bilirdim. Hə, amma çox qəşəngdir bu da. Kaş bir də şey aldırardım bunu sana ad günümə. Bu neçəyədir? Qiymət 115 manat. Hə. Çox qəşəngdir. Məndə bir dənə beləsi olub çoxdan. Bura açılandan bura neçənci dəfə də gəlirəm. Çox xoşum gəlir. O qədər fərqli yeməklər var. Sən nə istəyirsən? Ona baxıram. Mən sushi salatı istəyirəm ondan. Hə, ondan istəyirəm elə. Mən də bunu bəyəndim. Amma Mən göyə taxmışam. Böyükdür. Amma çox qəşəngdir bu. Başqa nə var? Nədir? Yox. 200 var aşağı. Qəşəngdir. Yəni çox qəşəngdir, mən bəyəndim. 40 manat özü, keyfiyyəti də qəşəngdir, modeli də. Qəşəng bir şey oxşayır. Qızlar, Voyage Beauty-dəyəm. Çox qəşəng indirimlər var burada. Bu 50%-lə deyəsən 23 manata düşüb. Mən də götürdüm, İradə də götürdü. Yox, bu çox tünd oldu. Eyni tuşlardan götürdük.
Qızlar, mən bir salona gedirəm. Salonun sahibi mənim uşaqlıq rəfiqəmdir. Həm də atamın ən yaxın dostunun qızıdır. Adgrimdə də var idi. İndi ora gedəndə görəcəksiniz. Xanımın qəşəng salonu var. Gedirəm indi oranın çəkilişini eləməyə. Və mən də ora ilk dəfə gedəcəm. Maraqlıdır ki, necə bir salondur. Və gedəyim bir yerdə baxaq. Əziz xanımlar, əgər münasib qiymətə salon axtarırsınızsa, Qələbə Rezidensin altında yerləşən Beauty by Seva'ya sizləri dəvət edirəm. Burada böyle. Arada o şey olsun, uygunsa şey yani. Burası açık da peynirde bu hisseler. Böyle çıkıyor. Niyə peçin yandırmamısan? Ölürəm soyuqdan. Seva. Donuram qızlar, donuram. Bir dənə soyuq var. Mən də nazik giymişəm, plus başımı yudum. Ümumiyyətlə bu soyunmaqlar mən dəhşət üşüyən olmuşam. Mənim altımı da istədirsən. Bəli, altı yandı. Sən soyuq deyil. Yox. Deyirəm Seva, neçə ildir maşın sürürsən? 7 ildir. 7 ildir deyir. 8-dir dajı. Sənin necə olub? Həvəsin var idi ümumiyyətlə maşına? Yoxsa belə anidən qərar verdin? Xeyr. Uşaqlıqda həvəsim Uşaqlıqda, hə? Mənim amma heç vaxt Ürəyim gedirdi. Mənim heç vaxt maşına həvəsim olmayıb. Mənim son 5-6 aydır ki, maşına həvəsim yaranıb. Dəhşət istəyirəm maşınım olsun, amma ki, sürə bilmirəm. Bunu Mehdi heç 10 dəfə deyirəm ona. Bir dəfə həvəsləndirdi məni. Dedi ki, həmə sənə öyrədərəm. Amma mən O da sənə təəssüflüyüm günah şeylə öyrənmək çətindir. Çünki adamın ayağının altında tormuz olmur axı. Məsəl üçün mən deyək ki, sənə öyrədirəm və ya da Mehdi öyrədir də. O bilsən çox həm təhlükəlidir ki, adam çıxar qabağıma və yaxud da nə də elə bir avariya situasiya. ən gözəli əlbəttə ki, hə, müəllimləndir. Çünki müəllimin ayağının altında tormuz olur belə, amma məsələn mən öyrətsəm sənə mən müdaxilə edə bilməyəcəm də. Bu tərəfdə olanda da torması olur. Hə, mən heç o vaxt bilmirdim. Mən o vaxt getmişəm. Aa, bildim. Qızından götürürəm belə. Götür. Biz bunu sifariş elədik. Necədir? Qəşəngdir. Sağ olsun, Seva deyir ki, səni aparıb düz evin içinə buraxacam. Bəli, bəli.
Bunlar isə hədiyyədir. Divanın altından pul tapdım. 10 manat. Nə olardı ki sən? 100 manat olardın. Ben 13'e mindirdim, 18'e mindirdim. Qızlar, Arzumdan saç baxım məhsulları almışam. Ucuz qiymətə. Amma ne deyəcəksiniz ki, yəni balaca bir şey üçün o çox bahadır. Amma qızlar, yəni elə məhsullar var ki, baxırsan yekədir, heç də bir işə faydası yoxdur. Amma mən bunu istifadə eləmişəm deyə razı qaldığım üçün İkinci dəfə yenə də aldım, hətta çox aldım bu səfər. Keçən səfər 3 ədəd almışdım, bu səfər isə 5 ədəd Clear aldım. Belə, baxın, saç baxım məhsullarıdır bunlar. Yayda mənim saçlarım əməli yanmışdı. Ona görə sentyabrda getdim keratin elədim. Çünki fendən dəhşət çox istifadə edirəm, plus da ki, feni buramı saça yapışdırıram. İndi çox əziyyət çəkirəm saçımı belə də yumuşaq saxlamaqdan ötürü. Düzdür, bu yaxalarda bir prosedura getdim. Onun yəni saçımda maska falan, balzam heç nə yoxdur. Amma çox qəşəng nəticə verib də, yəni saçımdan qəşəng yumşaldıb. Ağac kimi idi saçım. Nəysə qızlar, deməli mən bundan 3 ədədini almışdım, istifadə elədim. Yəni bir dəfəyə superdir də. Çox xoşuma gəldi. Xoşuma gəldiyi üçün də, yəni birinci bundan bir yaxşı nəticə gözləmirdim. Dedim, balaca bir şeydir, yəqin ki, heç bir xeyri zadı olmaz. Amma gördüm, yox. Çox xoşuma gəldi, qəşəngdir. Bir dəqiqə. Sizi necə qoyum? Hə, yox. Qiymət 5 manatdır. Hə. Başqa yerdə bilməm, görməmişəm. Arzum Beauty-də. Ən sevimli kosmetik mağazalarımdan biridir. Oradan alıram. Saç baxımı elədiyim üçün, görürsünüz nə qəşəng saçım parıldayır. Paylaşacağım. Bəlkə də paylaşmışam. Çünki salon baxımı falan videosu olmalıdır. Ya bundan sonra salacağım da ki, bundan əvvələ nəysə. Deməli, ondan sonra görürsünüz də saçım nə qəşəng parıldayır. Çünki qəşəng prosedur olunmuşdu saçıma. Qızlar, elə həvəslənmişkən dedim, bundan da istifadə edeyim. Alın bunlardan. Mənim artıq 4-cü dəfədir ki, istifadə elədiyim Ollindən saç spreyi. O da saçı yanmadan qoruyur. Hər okladkada istifadə edirəm. Ümumiyyətlə okladka yox, saçımı qurulasam da belə bundan istifadə edirəm ki, saçım daha çox zədə görməsin. Bilirsiniz ki, isti saçı pis günə qoyur. Bunu da deyəsən 13 manat almışam. Və bu mənim çox marağımdadır da. 12 manatdan düşüb 8 manata. Dr. White-dan belə bir fırçalı, diş ağardıcı bir vasitədir. Bilməm nə qədər xeyri olacaq yoxsa. Adətən kofe, çay axı adamın dişini biraz saraldır. Ona görə dedim ki, bir alım istifadə edeyim. Belədir. Və ay, indi yox. Sonra kosmetika siləndən sonra istifadə edəcəm. Əlbəttə ki, bunu da sizlərlə bölüşərəm. Razı qalsam da, qalmasam da. Golden Rose'dan çox gözəl rəngi var. 37 nömrədir qızlar. Rəngə baxayım. Orada testlərini istifadə eləmişdim. Çox qəşəng yaraşdı. Matdır. Deyəsə, hə, matdır. Mənim sevdiyim rəngdə pastel tonları. Və bir də bunun rənginə baxın. Dodaq balzamı. Kofe, şaka. Kofeyə gəlir, kofe. Bundan bir neçə rəngi var idi. Bu sadə rəngdə olduğu üçün götürdüm. Sizə dəhşət bir şey göstərəcəm. Küncüd, səhər yeməklərində istifadə edirəm. Yulafda.
Geçirik. Zekalidə. Hayır, bunu göstərmişdim sizə yoxsa. Bunu nədənsə açılmayan əşyaların arasına qoymuşam. Bilmirəm, göstərmişəm yoxsa yox. Belə bir qaşıq qabıdır. Hər dəfə yemək bişirəndə qaşığı, o yağlı qaşığı bilmirəm hara qoyum. Məndə əslində var idi, amma o rezindən idi. Onun da qıraqları belə çox çirklənirdi. Əsəbləşirdim onu hər dəfə yeyəndə. Amma bu rahatdır. 1 manat 90 qəpik. Bu Şamdan aldım. Birini iradəyə. 12 manata. Qızlar, bunun yaşıl rəngi də var idi. Hətta ağ rəngi olsaydı ağı götürərdim. İli qara, of, tünd göy də, tünd yaşıldır. Neysə, bunlar açıqdır, amma ağ olsaydı 100% ağ götürərdim. Hətta bir neçə rəngini hamısını bir yerdə götürərdim. Deyirsiniz də mənə şam üçün ürəyim gedir. Belə çox qəşəng də iyi var. Açıqdır iyi. Bu çaşqa 1 manat 90 qəpikdir. Belə matdır. Ayda, bu nədir? Özüm seçmişdim. Yadımdadır ki, burasında var idi belə ağ. Götürmədim. Bunu götürdüm. Bunu da burasını görməmişəm. Bir də buna görə gedib dəyişəcəm. Hə, dəyişəcəm. İstəmirəm belə qırıq-mırıq, cızılmış şeylər. Gedib dəyişəcəm. Orada çox qəşəng çaşqalar var idi. Qızlar, mən Yuskdan çaşqa almışdım da. O çaşqa hansı ki yeni ilə bağlı. Sarxanı da görmüşdüm. Getdim aldım. O evdədir. Bilmirəm, tapa bilmirəm. Yeni çaşqam yoxdur. Var idi əslində. Ona görə təzəsini almalıyam. Artıq yeni ilə çox az qalıb. Çaşqalarla devam edirik. Baku Electronics'dən. Mən bunu xarici blogerlərdə görürdüm. İndi isə yerli blogerlərdə görəcəksiniz. Necə qəşəng çaşqadır, yekədir. Əsl kapuçinolıqdır. 2 rəngi var idi, 2 forması var idi. Nədənsə bunu çox sevdim. 5 manata bu seriyalar var. Bunu Sarxanagillə olanda almışdım. Çox qəşəngdir. Hələ buna baxın. Qısa bir ay deyə mən bunu almışam. Of, 24 manata. Çox gözəldir. Göstərim. Necədir? Gülnar Sultan. Daha çox biz kimi oxşadım. Qaynanada o şey var idi, Sevdadı nədir? Dəlixanaya döndər evi ağ paltarda belə. Onu oxşadım lan. Çox qəşəngdir ancaq. Bu da çox qəşəngdir. Bir də belə bir üzük. Ayda göstərmişəm bunu sizə, yoxsa Instagram üçün çəkməliydim. Göstərmiş olsam belə yenə də göstərəcəm. Oxodan, hansı ki mən buna oxo deyirdim. Bel üçün sev. Mənə dedilər ki, rəngi getmir. Deyəsən qiyməti 15 manat idi. Ay Allah. Deyəsən bunu YouTube üçün çəkmişəm. Mən qoydum kənara ki, Instagram üçün də çəkim. İndi bu əşyalar qarışıb, mən də hər şey bir-birinə. Nəysə. Və bir də bu kəməri deyəsən göstərmişdim. Ay Allah. Eyni şeyi sizlərə göstərmiş olacağım. Neysə 20 manat da bunun qiyməti. Mən gedim yatım. Amma bu günləri ev əməlli boşaldı. Çünki çoxlu əşyalar çəkdim. Nə qədər də kağız-küğuz çıxacaq. Ev boşalmış olacaq. Ev biraz rahatlayacaq. Mən də özünüzə də yaxşı baxın. Hələlik.